Herkesi salamlayıram. Dünənləri qadınlar arasında Azərbaycan çempionatında yarım finalında çox maraqlı bir hadisə baş verdi. İstəyirəm həmin hadisəyə baxaq. Bilməyənlər üçün də ilk əvvəl bir qısa videoya nəzər salaq. Bu pozisyonda fil Y8'de kod ağlanmadı. Gördüyünüz kimi baş hakim burada ayağına bildirir ki, artıq ikinci dəfədir ki, yanlış heçsə tələb edir və buna görə ona məğlubiyyət düşür. Əslində bu qərar yanlışdır və niyə yanlış olduğunu izah eləyəcəm. Amma ilk əvvəl baxaq birinci hala, hardakı ayan yanlış heçsə tələb edir. Görək bu yanlışlıq nədən ibarətdir. Bu vəziyyətdə ayan görəcəksiniz ki, gediş eləyir. Yox, bir dəqiqə. Burada fili H5'e gəlir və saatı saxlayır. Bu isə yanlış heçsə tələb edir. Əgər heçsə tələb eləmək istəyirsinizsə, ilk əvvəl gedişi blanka yazacaqsınız. Blanka yazdıqdan sonra hakimi çağırıb heçsəni tələb etməyə ixtiyarınız var. Əgər lövhədə gediş edib saatı saxlasaz, hansı ki burada baş verir, hakim gəlib ayana deyir ki, yanlış heçsə tələb eləyib və oyunu davam elətdirməlidir və fil H5 gedişini etməlidir. Bu hal bir çox oyunlarda baş verib. Bundan sonra ayanda ikinci hal baş verir. Burada yanlış heçsə tələbi və onlar danışırlar. Kod kararlarının pozisyonda ekranı sağlanır. İki de böyle düzgün tepki verir. Hakimlə burada dialogu gedir və burada səhv nədə olub? Bu videoda özünüz də baxıb görə bilərsiniz. Burada bu vəziyyətdə ayan sonda heçsəni burada fil Y8 gedişi gəlib tələb etmək istəyir. Bu isə burada yəni başa düşməyən insan üçün bu vəziyyətdə bir dəfə təkrarlanıb 72-ci gedişdə. 74-cü gedişdə bir dəfə təkrarlanıb və 78-ci gedişdə. Amma burada bir böyük bir fərq var. Fikir versəz 72 və 74-cü gedişlərdə gediş sırası ağlardadır. Amma 78-ci gedişdə gediş sırası qaralardadır. Və bu cür halda heçsə tələb eləmək olmaz. Gediş sırası hər üç vəziyyətdə ağların olmalıdır. Buna görə yanlışdır və burada videoda da görə bilərsiniz. Onlar gedirlər baxmağa və hakim orada izah eləyir. Geniş ağları. Ayan hətta bir moment özü də baxır, dəqiqləşdirir və düzgün səhv tələb elədiyini anlayır və oyun burada bitir. Dilxor olur, ayan, aydın məsələdir. Və burada oyundan sonu da baş verir. Görün burada növbəti səhvə ayan yol verir. Ayan burada blankı imzalayır. Blankı imzalayır və blankı imzalamaq kobud səhvdir. Blankı imzalamaq kobud səhvdir. Çünki blankı imzalayanmaq nə deməkdir? Bu o deməkdir ki, oyunçu nəticə ilə razıdır. Və əgər oyunçu nəticə ilə razıdırsa və blankı imzalayıbsa, həmin oyundan apellyasiya şikayəti verə bilməz. İndi isə qayıdaq hakimin qərarına. İkinci dəfə yanlış tələbdən sonra hakim məğlubiyyət verə bilərmi? Bu qərar doğru və yanlışdır. Mən bu barədə araşdırma apardım. Əslində qərar yanlış deyil, amma çox sərtdir. Ümumiyyətlə hakimin ixtiyarı var oyunculara məğlubiyyət verməyə, əgər siz rəqibin diqqətini yayındırırsınızsa. Və buradan da yəni təbii ki ayanın elə bir fikri yoxdur və o cürə yozulmamalıdır. Amma iki dəfə yanlış tələb eləməklə rəqibin diqqətini yayındırmağa cəhd kimi də görülə bilər. Amma burada hakim səhvə yol verir. Hakim fikirləşir ki, Lütfər müəllim, bəs iki dəfə yanlış tələb birbaşa məğlubiyyətdir. Halbuki FIDE-nin qaydalarında belə bir şey yoxdur. FIDE qaydalarına görə birinci dəfə yanlış tələbdən sonra rəqibə 2 dəqiqə əlavə olunur. Amma ikinci dəfə yanlış tələb haqqında heç bir şey deyilməyib. Burada yəqin ki, ən düzgün hal o olardı ki, hakim ayana xəbərdarlıq eləyərdi ki, bu sənin ikinci xəbərdarlığın, üçüncü dəfə yanlış tələb eləsən, sənə məğlubiyyət verir. Bu doğru hal ola bilərdi. Amma məğlubiyyət vermək həddindən artıq sərt qərar və yanlış idi. Görünüşə görə özü də qərarın yanlış olduğunu anlayıb.
oyundan sonra və maraqlı bir hadisə baş verdi. Mən az əvvəl Chessborn TV-də oxudum ki, apellyasiya qərarın dəyişmə qərarını verib. Halbuki mən izah elədiyim kimi, əgər oyunçu blankı imzalayarsa, yəni bu gördüyünüz kimi ayan imzalayıb, apellyasiya şikayəti vermə ixtiyarını itirib. Və belə olan təqdirdə apellyasiya necə qərarı dəyişib və bu mövzuda mənə çox maraqlıdır. Amma istənilən halda bu mənə elə gəlir ki, bu qərar dəyişilə bilməzdi əgər Türkan razılaşmasaydı. Türkan burada göstərdi ki, nə qədər ədalət tərəfdarıdır və fair play ilə oynamaq istəyib. Yəni o əgər istəsəydi sabah növbəti oyuna bir xal öndə ağ rənglərlə çıxa bilər və Azərbaycan çempionatının finalına gedə bilərdi. Bununla belə o etmədi və nəticənin dəyişməsinə razı oldu. Bu təbii ki, şahmat sevərlər üçün sevindirici haldır. Gözəl, yəni final görəcəyik, yarım final görəcəyik inşallah. Və belə, yəni bu videonu çəkməkdə iki məqsədim var idi. Birincisi, bizim şahmatçılara və şahmat həvəskarlarına izah eləmək ki, bu cür səhvi etməyin. Birincisi, heçsə 3 qat təkrarlanma istəyirsinizsə, gedişi blankda yazın və saatı saxlayıb hakimi çağırın. Lövhədə gediş etməyin. Bu birinci. İkinci hal, gediş sırasına fikir verin. Üçüncü hal, əgər nəticədən narazısınızsa, heç bir halda blanka gol çəkməyin. Gözləyin, məsəl üçün, biraz, nə bilim, araşdırma aparardı və s. ki, görün, qərar düzgün, ondan sonra imzalayın. Qərarı, blankı heç vaxt razı deyilsə imzalamayın. Və ümumiyyətlə mən fikirləşirdim ki, bu maraqlı bir, ikinci səbəb də odur ki, bu maraqlı bir hadisə idi və mənə qərarın necə dəyişilməyi barədə öyrənmək maraqlı olardı. Diqqətinizə görə təşəkkürlər. Maraqlı videolar görmək istəyirsə kanallarıma abunə olun. Özünüzə yaxşı baxın. Hələlik.